bugün belə ajataj yaranmışdı, hər yer paylaşırdı bu məsələni. 55 yaşlı kişi 9 dənə qaşıq udub və hətta qaşıqları belə rentgende görülür ki, mədədən də düşüb aşağı bağırsaqlardaydı və təsəvvür edin ki, həkimlər nə qədər böyük əziyyət çəkib onları xaric etmək üçün, orqanizmdən xaric etmək üçün və deyilənə görə bu pasiyentin udduğu ilk əşyalar deyil. Reportajımızda daha ətraflı. Paytaxtda xəstəxanada şok hadisə yaşanıb. Şərti adı 50 olan 55 yaşlı kişi 9 ədəd metal qaşıq udub. Vəziyyəti ağır olan xəstə bir neçə tibb müəssisəsinə aparılsa da qəbul edilməyib. Təcili tibbi yardım bölümündə xəstə müayinə edildi. Müayinə sırasında şuuru açıq idi. Xəstənin özü yad cisim udduğunu etiraf etdi və sayısını dedi. 9 ədəd kiçik qaşığın arxa hissəsini udduğunu bildirdi. Xəstəyə rentgen çəkdirdik. Rentgende yad cismə bağlı görüntünü gördük. İlkin planımız interoperatif olarak endoskopi yollarına çıxarmaq oldu. Proses 4-5 saata yaxın bir prosedurun müddəti oldu. Xəstəmizin bu yad cisim udma hekayəsi öncələrində də xəstədə 2 dəfə yad cisim, metal cisimlər udduğunu dedi və xəstəmiz endoskopik üsulla yad cisimlər xaric edildi. Xəstəmiz hal-hazırda nəzarətimizdədir. Ümumi durumu yaxşıdır, aktivdir. Xəstənin bu hərəkətinin onun psixi vəziyyəti ilə əlaqədar olduğu ehtimal edilir. Gülçin Aslanlı, Feyruz Rasimoğlu.